Selamünaleyküm. Her vaxtın size güzel insanlar. Bak bunlar arbituslardır. Arbituslar ikinci çiçeğe doğru başlayırlar. Burada olan bizim böyük ağaçlardır. Faktiki görsənin boy mənzaralandır. Yazda verdiği çiçekler iki tane məhsulu var. Məhsul formalaşmağa doğru gedir. Burada gördüğünüz böyük ağaçlardır. Bak bunlar iri ağaçlardır. Bak görürsünüz rahat şekilde. Bunda üzerinde yukarıda qonçelər var. Görürsünüz. Bu qonçelər noyabr ayının sonunda çiçək açmağa başlayacaq. Bunlar qış yuxusuna getmirlər. Necə gedən ağaclar. Bayaqlarda bax səhifədə qoydum. Sarı lopancel idi. Görürsünüz göyərmə baş verir. Bax bunun da qabını dəyişmişəm. Qab dəyişməsini göstərdim. Bax görürsünüz üzərində meyvə var. Sonra bura gəldik. Bax burada koreyski mandalinlərdir. Bunlar keçənki meyvələrdir. Bunlar bu illəri çiçəkdən çıxanlardır. Burada da arbitusumuz var. Görürsünüz nə yekəliklədir. Bunların da başdan ayağa hamısı üzəri dolu çiçəkdir. Kimlər sizə videonun sonuna qədər izləyər. Noyabrın sonunda başlayacaq bunlar çiçəkdir. Bunlar bizim iri arbitus ağaçlarımızdır. İnşallah yanvar ayında bizim yeni arbituslarımız gələcək. Burada gördüyünüz bur səncillərdir. Faizdə ki bizdə var idi bur səncilləri. Yedim. Heç kim qorxa hərəkət edəməsin. Mən verdiyim hər bir şeye başına cavab deyəm. Bax görürsünüz. Bunlar oyanma başlayıb. Üzərində hamısının meyvə var. Qablar 25 litrelik qablardadır. Üzəri də bol meyvədir. Burada bizim fərqli növ limon ağacıdır. Meyvəsi də fərqlidir. Fərqli bir aroması var. Kim üçün ehtiyac olsa qiymət barəsində deyə bilər. Üzərində də meyvələr var. Bu görürsünüz Novgorod limondur. Üzərində dolu meyvədir. Bu da konidir. Düz yarpaqları sarımtıldır. Qabda gücü satılır deyəm. Ona görə yarpaqlar sarımtılır. Burada meyvələri var. Yəni kim üçün ehtiyac olsa böyük ağaçlar, fərqli ağaçlar həmişə var. Burada da bayaq səhifədə qoyduğum hambesindir. Görsün nə gözəllikdədir. Zəngin meyvələrdən sayılır. Gilə meyvədir. Üzəri dolu həm meyvədir, həm bax ikinci çiçək başlayıb. Üçüncü çiçəkdə bax buzoqlarda verəcək. Qarası yoxumuz ancaq ağıdır. Yəni hansı ağaçda hansı ki sarımtıl yarpaqlar varsa da söhbət daimi ilin 12 ayı yaşlı olan ağaçlardan gedir. Bundan qorxmaq lazım deyil. Bunu buradan qoparırsınız və yeni zoğlar görürsünüz, uclarda yeni zoğlar verir. Hər bir yaşıl ağacı da heç vaxt torpaqdan çıxardılma satışı olmur. Torpaqdan kimlər ki həmişə yaşıl olan ağaçları satırsa da demək o düzgün bu işin yiyəsi deyil. Ona görə də həmişə yaşıl olan ağaçların sadəcə qablaşdırılmış şəkildə olur. Hər bir ağacımızda görürsünüz üzəri meyvəli, bol meyvəli. Hələ bizim inşallah bir dənə də böyük bir ağacımız var. Səhifədə qoyacağım. O meyvələr tutsun ondan sonra. Mini lime var. Mini lime'larımız da var. İnşallah böyük ağaçlarımız da var. Orada kiçik ağaçlarımız da var. Belə, bu qədər. Kim üçün ehtiyac olursa arbituslar. Üzəri bol tumurcuqlu. İstənilən bir vaxt da əhmək olar, fərq eləmir. Hər bir ağacın özünə görə qiyməti var, amma yazda olan ağaçlarımız ki, yanvar ayında arbituslar gətirir, o arbituslar qiymətlərə deyil. Bu arbituslar böyümüş böyük ağaçlardır. Belə, kim üçün ehtiyac olursa ünvana buyurub əldə edə bilərsiniz.